Bugün sizlere Roblox'tan necə item satarlar onu göstereceğim. Belə bu bazarda da. Birinci yüklememiz lazım uygulama. Budur dostlar. Bakın. Böyle ara vermeye çalıştım. Ara oldu. Bakın dostlar budur. Adı gözleyin adını göstereyim. Adı Marker Block'tu. Şöyle gitti bu. Neyse. Bakın buraya giririk. Marker Block'a. Böyle yazın birinci çıxır elə. Gözün asılsın. Bakın dostlar belədir. Buradan nəsə seçirsiniz ya da bazılarını şeylə yüklü üstə. Bazılarında da reklam baxı verirsiniz. Mesela bunu seçdik. Belə bir yerə atır. Bakın buradan idarə eləmək olur. Dark'a girdik. Biz istəyirəm ki belə eləyim. Baxın. Beləsinə indi oldu. Sonra sağ V'ye basırıq. Bakın böyle bastık. O düştük Garella'ya. Giririk Roblox'a. Şimdi daha fazlaya basırıq. İndi oluştur var. Bura basırıq. Gözleyin açılsın. Sonra dostlar 3 xəttə basırıq. Sonra ikinci yeri alırıq. Açıldı. Bunu çeviririk. Üstten avatar items. Sonra buradan çeviririk. Buna basırıq. Sonra buradan pants basırıq. Mən yaratmışam. Mənə dəstək olmaq üçün ala bilərsiniz. Yazmışam elə ora. 7 Robux'tu. Sonra buna basırıq. Buradan upload. Sonra baxın. Yaratmışıq elə. Buna basırıq. Qoydu bura. Bunu silirik. Bura istədiyiniz nəsə yaza bilərsiniz. Nə yazaq? Video çəkirəm. Belənsə istədiyiniz yazırsınız. Sonra buradan 10 Robux verirsiniz. Mən də eləməyəcəm çünki mən yaratmışam 3 dənə. O eləyirsiniz, basıb verirsiniz. Sonra part 2'də ya da part 2'də idi. Sonra buradan çıxırsınız. Mən yarattığımda göstereceğim. Bunun üstüne basırsınız. Sonra 10 saniye sizde belə olacaq. Bunu aktif edirsiniz. İstədiyiniz nəsə yazırsınız. Yazırsınız. Sonra buna basırsınız. Buradan 30%'ini Roblox götürür. 70'i sizə gəldi. İstədiyinizi yazırsınız. Ben 7 yazdım. Buradan da eləyirsiniz. Burada da bazarda aktif olur da. Yani satışta olur. Sağ olun dostlar. Videomuz bu kadar idi. Görüşərik.